Nə gözəl deyiblər. Vətən varsa, həm sən varsan, həm də sevdan. Vətən olmasa nə sən varsan, nə də sevdan. Onun iki vətəni vardı. Biri Türkiyə, biri Azərbaycan. O, Azərbaycan sevdalısıydı. Bugün sizə yenidən İbrahim Yıldırımdan danışacağım. İndi o, haqq dünyasındadır və onun əbədiyyətə qovuşma xəbəri çoxumuzu sarsıdıb. Bizim həyatımızda yaxşı ki deyə biləcəyimiz Allahın bizim qarşımıza çıxartdığı ən böyük insan idi. İllər keçdikcə də mən daha çox şükr edirəm ki, bizim həyatımızda İbrahim Yıldırım Hoca kimi birisi bizim qarşımıza keçdi. Və mən özünə də sağlığında bu sözü demişəm ki, yaxşı ki bizim yollarımız kəsişib, yaxşı ki Allah sizi bizim qarşımıza çıxarıb. İbrahim Yıldırım Türkiyədə doğulub, Türkiyədə də yaşayırdı. O, böyük siyasi xadim, Azərbaycan Xalq Cümhuriyyətində Daxili İşlər Naziri olmuş Mustafa Vəkilovun yaxın qohumu, cümhuriyyətçinin varisi idi. İbrahim Yıldırımın ömürgün yoldaşı isə Molla Vəli Vidadinin və Molla Pənah Vaqifin nəticəsidir. Dünya şöhrətli plastik cərrah, görkəmli elm adamı, tarixi etnoqrafik araşdırmaların müəllifi İbrahim Yıldırımla görüşümüz unudulmaz xatirəyə dönüb. İbrahim bəylə Diasporla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə dünya Azərbaycanlılarının İstanbul görüşü zamanı həmsöhbət olmuşduq və o bizimlə söhbətə maraqlı bir xatirə ilə başlamışdı. Benim tahsilimin bir kısmı İngiltere'dendir. Buraya geldim. İngiltere'de 2 tane Azerbaycanlıya rastladım. 2 çocuk, biri doktora için 1 yıllığına gelmişlerdi. Onlarla biz iddiaya girdik. Dedim ki bu Sovyet yıkılacak. Onlar dediler ki yok, Amerika'yı da geçeceğiz biz. Biz sarı kağıt çıkardık. Bu çok ilginç bir şey. Yarısını onlara verdim, yarısını ben aldım. Ananızın, atanızın adını yazın, telefon numaralarını yazın. Ben de yazacağım. Gün olur sağ kalırız. Bakarız benim dediğim mi çıkıyor, sizin dediğim mi? Bu 1980'de oldu. Sonra 1990'da Sovyetler Birliği gevşemeye başladı. Aradan zaman geçti tabii. İbrahim Yıldırım Azərbaycana səfərə gəlir və rəsmi bir görüşdə rastlaşdığı şəxsi anındaca tanıyır. Ama çocuk hiç yabancı gelmiyor. Baktım şişmanlamış, kökelmiş biraz. Ya ben bu çocuk, adını da söylemedi, telefonunu verdiler. Buna telefon et bir şey olursa diye. Ama ben öyle yapmadım. Cebimdeki kağıttan telefon ettim. Hanımı çıktı. Dedim ki işte bu arkadaş, ismini söyledim. Acaba onun evi mi? Evet dedi. Bu sefer ona telefon ettim. O telefonunu vermişti. Dedim ki buyurun İbrahim Bey. Dedim cebimde bir sarı kağıt var. O sarı kağıttan bakarak seni derhal durdu. Kalktı otele geldi. Kucaklaştık. Sarmaş dolaş olduk. Azərbaycana səfər təkcə köhnə tanışları tapmaq imkanı verməyib, həm də qohum-əqraba ilə əlaqələrin yaranmasına vəsilə olub. Oradaki qohumlarımı buldum. Hem ana hem ata tarafımı buldum. Bu ata tarafımızda böyle dağ kesemende at beslerlermiş. Oradan Karabağ'a gitmişiz. Karabağ'da kaç yıl oturdular bilmiyoruz ama millet göçebe, devamlı kabile gibi göçüyorlar. Oradan Zengezur'a inmişiz, 12 köy kurmuşuz. Orada 100 yıl yaşamışız. Anamın amcaları, emileri anlatıyordu. Oradan da Dilican tarafına, Dilican Vadisi tarafına, Kazak Mahalına, Gökçe Mahalı'nın kuzeyine gitmişiz. Orada aynı isimli köyleri kurmuşlar. Onlar da 12 köy kurmuşlar. Qocaman alimin soy kökünə bağlılığı, nəsil nəcabətini daim araşdırması, hətta ulu babalarının yaşayış məskənlərinin adını belə əzbər bilməsi bizi heyrətə salır. Çaykent, Gölkent, Beryabat, ondan sonra Sala,
güvercinli, Emirxeyir diye Cıvıklı, Yanıkpeye, bunların hepsini ezberledik biz. Bir kısım doğumlarımız Kazak'ta, bir kısmımız orada. Tabii ki 1988'de onların hepsi çıkarılmış oradan, Azerbaycan'a atılmış. Azerbaycan'a gelenlerden de çok iyi pozisyonlara çıkanlar olmuş. Oradan gelirken atamın bana vasiyeti aklıma geldi. Atam da emim de diyordu ki oğlum, insanlar ayrıldı, bazen anlaşamayabilir. Sen okudun, akademik oldun. Sen talebeyle uğraş. Azerbaycan'dan bir gün açılırsa talebe getir diye de bana bir vasiyette bulundular. Bəs Cumhuriyyətçinin varisi olan, babalarının vəsiyyətini yerinə getirən İbrahim Yıldırım Azərbaycanlı tələbələrlə necə əlaqə qurmuşdu? Babalarının vəsiyyətinə əməl edən İbrahim Yıldırım onlarla Azərbaycanlı tələbənin Türkiyədə təhsil alması üçün maddi və mənəvi dəstəyini əsirgəmir, onların yüksək ixtisaslı kadrlar kimi yetişməsi üçün həm çalışdığı ali təhsil ocağı ilə, həm də digər qurumlarla bütün danışıqları aparır. Nəticə də əlbəttə gözlədiyindən fərqli olmur. Düşünün ki Türkiye genelinde 30 bin kişi, 30 bin hekim giriyor. Aynı puanla 2 Azerbaycanlı getirdiğim çocuk, birisi Metin, birisi de Rizvan, aynı puanla Türkiye birincisi oldular. Bu Azerbaycanlı olarak çok iftihar ettiğim, çok sevindiğim bir şey. İbrahim Yıldırım həm də Azərbaycanın məşhur həkimlərinin müəllimi idi. Mərkəzi Klinik Xəstəxananın baş həkimi, ürək-damar cərrahı, Azərbaycan Respublikasının əməkdar həkimi, professor Kamran Musayev İbrahim Yıldırımın onun talihindəki rolundan danışır. Professor İbrahim Yıldırım mənə elə gəlir ki, müstəqil Azərbaycanda mənim kimi onlarla, hətta yüzlərlə tibb təhsili almış və almaqda olan Azərbaycanlı gəncin həyatında çox böyük iz buraxmışdır. Hələ Azərbaycan müstəqilliyini ilk qazandığı illərdə Azərbaycanla Türkiyə arasında ilk dövlətlər arası müqavilələr imzalandığı zamanlarda bilirsiniz, bu ilk müqavilələrin əsas istiqamətlərindən biri də məhz təhsil istiqaməti idi və xüsusilə də bizi maraqlandırdığı üçün səhiyyə təhsilində olan əlaqələr bizim üçün çox daha vacib idi və Professor İbrahim Yıldırım müstəqil Azərbaycanın səhiyyə tarixində ilk dəfə İstanbul Universiteti ilə Azərbaycan Tibb Universiteti arasında rəsmi dövlətlər arası müqavilənin imzalanmasının əsas təşkilatçısı və icraçısı oldu. O özü o zamanlar İstanbul Universitetinin beynəlxalq münasibətlər üzrə prorektoru vəzifəsində işləyirdi və əslində ondan belə bir, mən bilirəm ki, belə bir tələb də olmadığı halda Azərbaycan Tibb Universiteti ilə İstanbul Universiteti arasında belə bir tələbə mübadiləsinə nail oldu. Əlbəttə ki, burada əsas faktor İbrahim Yıldırımın həm özünün, həm həyat yoldaşının Azərbaycan kökənli, Azərbaycan mənşəli olması idi və bu bizim bütün hamımız üçün böyük bir şans idi ki, İbrahim Yıldırım heç bir zaman öz köklərini unutmamışdı. İlk dəfə olaraq müstəqil Azərbaycanın tarixində
dövlət xətti ilə biz 10 nəfərlik tələbə qrupu Tibb Universitetində müxtəlif kurslarda təhsil alan Azərbaycanlı tələbələr, 10 nəfər tələbəvi İstanbul Universitetində biz tibb təhsilimizi davam etdirdik. Mən ikinci kursdan mən sonra təhsilimi İstanbul Universitetinin İstanbul Tibb Fakültəsində davam etdirdim və 96-cı ildə bu fakültədən məzun oldum. Bugün təkcə Azərbaycanda deyil, regionda məşhur olan plastik cərrah Vaqif Qələndər İbrahim Yıldırımla tanışlığından danışır. Vaqif Qələndər İbrahim Yıldırımla necə tanış olmuşdu və ümumiyyətlə onu necə xatırlayır? Tibb Universitetində biz əlaçı oxuyurduq. 10 nəfər tələbə və orada müsabiqə olundu. Müsabiqə yolundan biz Türkiyənin Cərrahpaşa və Çapa tibb fakültələrində İstanbul Universitetinin köçürüldü və orada ixtisas aldıq. 10 nəfər tələbədən sonra artıq bu bir ənənə halını aldı. İbrahim Yıldırımın bizlə başlayan bu fəaliyyəti mən deyərdim ki, onun ömrünün sonuna qədər davam etdi və mənim kimi yüzlərlə tələbənin Türkiyənin ən yüksək səviyyəli tibb ocaqlarında, universitetlərində tibb təhsili almasına təmin etdi. Professor İbrahim Yıldırım mən xatırladığıma qədər görə 117 nəfər tibb sahəsində tələbənin İstanbul Universitetinin Türkiyənin müxtəlif nahiyələrində oxumasına, təhsil almasında birbaşa bilavasitə bir Azərbaycanlı həkim, alim kimi çox böyük əməyi rolu olmuş. Biz təbii ki, getmişik İstanbul bizim üçün yad bir şəhərdir. Nə qədər doğma olsa da yeni bir şəhərdir. Əlbəttə, yeni bir şəhərdir. Biz hamımız o vaxt yaşımızda tələbə insanlarız. Orada kimlərlə münasibət qurmalıyıq? Həftə sonunu necə keçirtməliyik? Hətta geyimimizə, gecimimizə qədər hoca maraqlanırdı. Məsləhətini verirdi. Öz evinə dəvət edirdi. Biz onun o illərdən başlayaraq ta bu günlərə qədər 30 ildən artıqdır ki, biz həqiqətən İbrahim Yıldırımın bir ailə üzvü kimi olduq. Hoca dedi ki, siz mütləq ingilis dili öyrənməlisiniz. Heç unutmuram, öz həyat yoldaşının müdürü olduğu, direktor olduğu İstanbulda çox məşhur bir lisey var idi. O vaxt İbrahim Hocanın həyat yoldaşı orada lisey müdürü, direktor vəzifəsində çalışırdı. O liseydə olan xarici ingilis dili müəllimləri nə bizə orada tam ödənişsiz olaraq kurs təşkil etmişdi və bizi məcbur edirdi. Həftədə 2 dəfə biz o kursa gedirdik və mən ingilis dili öyrənməyə orada başlamışam. Təkcə tibb sahəsində deyil, dil və ədəbiyyat sahələrində də ciddi biliyə və məlumata sahib olan həmsöhbətimin bəzi tövsiyələrini də məmnuniyyətlə dinlədik və necə deyərlər qulağımıza sırğa etdik. Üniversitelerde anlaşma yaptık. Yurt dışında üniversitelerle beraber ben İstanbul Üniversitesi temsilcisi olarak Karadeniz Ekonomik İşbirliği'nde olsun, başka birliklerde olsun, Azerbaycan'ın rektörleriyle birlikte beraber temsil ettik. Bazen onların tercümelerini yaptık, biz üstümüze düşen görevleri yaptık. Onun için Latin harflerine geçtikten sonra bir tek üzüntüm var. Bugün toplantıda baktım, bir kısmı hala Kiril yazıyor. Çok çabuk adapte olmak lazım. Devlet istiyorsak devletin gereklerini yapacağız. Aynı İsmail Gasparalır gibi. Dilde, işte birlik olmak. Bu çok emelde, fikirde birlik olmak. Onun için de dilimizi de koruyacağız. Alfabemizi hemen, dünya yıkılsa kimse bize Kiril yazar. Kiril alfabesini kimler buldu diyorum. Hiç Azerbaycan'da bilen yok. Siz biliyor musunuz? Kiril alfabesinin Rus alfabesi olmadığını biliyor musunuz? 5. asırda 2 tane Makedonyalı papaz, Siril ve Metodist, Yunan elifbasını alarak Ortodoks dünyasına
bir elifba kazandırdılar. Onun içinde Ortodoks dünyasıdır Ruslar. Onlar da Sırplar, işte Slavik dünya alıp o Kiril alfabesi. Azerbaycan'da bazı harfler var diyor. Mesela bugün baktım Karabağ, biz yumuşak G'den geçmemeliyiz. Dünyada bakıyorum Karabağ yazıyor gemide. Karabağ'dır yani. Bunları düzeltmek lazım. Bir de dil meselesinde yani söyleyeyim. Almanca teknolojide, tahsilde, hukuk tahsilinde Rusların hakim olmuş, bütün ders aldığı, stomatoloji, tıp tahsilinde hep Almanlardan almışlar. Ama Çarlık Rusçası Fransızca konuşmuş diğer devletlerle. Slavik dil, köylü dili, bir de Fransızca, Almanca 12.000 Türkçe kelime almışlardır ve Rus dilini yaratmışlar. Rus dilini yaratanlar Pushkin'dir, Tolstoy'dur. Pushkin de hiçbirisi de Rus değildir. Pushkin Habeş'tir, Etiyopyalı. Tolstoy zengin bir Polonyalı ailenin aslında kökeninde. Dostoyevski Musevidir, Cuhut. Lermontov Alman asıllı Belçikalıdır. Ve dediğim gibi Turgenev Türktür. Bunların Rus edebiyatının yaratılmasında çok büyük hakkı vardır, rolü vardır. Ve üstelik bunlar yepyeni bir dünya yaratmışlar Ruslara. Şimdi şunu sorabilirsiniz bana. Acaba sen içinizden geçiyor mu? Azerbaycanlı olarak Azerbaycan'da keşke yaşasaydım diye. Azerbaycan'dan bizimkilerin geldiği yerleri bana söyledikleri zaman, gidip gördüğüm yerleri gördüğüm zaman harika yerler, şahane tabiat. Ama insanların bir de mental inkişafı var. Bu mental inkişaf eğer bir emperyal güç altında eziliyorsa onların rahat etmesi mümkün değil. Çok zaman lazım tedavi için. Türkiye'de bir emperyal güç olmamış. Türklük ön planda olmuş. Onun için ben Türkiye'de bir Azerbaycanlı gibi yaşadığım için de çok mutluyum. Bu sevgiyi daima yaşatmalıyız beraber. Biz de tabii dünyanın bir milletiyiz, devletiyiz. Onlarla gideceğiz, konuşacağız, dostluk yapacağız. Ama devletlerin dostu olmaz, menfaatleri vardır. Bunu unutmayacağız. Ama Türk milletinin Azerbaycan'la Türkiye'nin arasında menfaat de kalkmış, aynı millet. Azerbaycan'la Türkiye'yi ayırmak zaten mümkün değil. Tabii 1918'de de ayırmak mümkün değildi. Bugün de ayırmak mümkün değildi. 1000 yıl geçse gene ayıramaz. 2025-ci ildə İbrahim Yıldırımın səyahətindəki problemlərin daha da ağırlaşması onun Azərbaycanlı tələbələrini də ciddi narahat edir. Mən avqust ayında illik məzuniyyətimi götürəndə ilk iş kimi mən bir neçə günlük İstanbula səfər etdim və hocanın evinə getdik. Sonra bərabər xəstəxanaya gedəsi olduq. Və orada təəssüf ki, mənim hocamızla son görüşüm oldu. Amma görüşdük, orada müəyyən məsələləri müzakirə etdik. Hoca yenə çox dəyərli, mənə ömür boyu unuda bilməyəcəyim məsləhətlərini verdi. Türkiyədə təhsilini təmin etdiyi bir neçə həkim dostumuzla bərabər hocanın Türkiyədəki dəfn mərasimində iştirak etdik, İstanbuldakı o mərasimdə iştirak etdik və orada həm Azərbaycandan hocanın yetişdirdiyi tələbələrdən gələnlər var idi, həm hal-hazırda Türkiyədə təhsilini davam etdirən Azərbaycanlı tələbələr var idi və orada da mən bir daha gördüm ki, hocanın Azərbaycana, ölkəmizin səhiyyəsinin inkişafına nə qədər dəyərli xidmətləri olubdur. Rezidentura ixtisas seçimində hocanın bizə 2 şərti vardı. Birinci şərti Azərbaycanın ehtiyacı olan bölümləri seçəcəyiniz deyirdi.
İkinci şərti də biz 10 nəfər idik, qoymurdu ki, ikimiz eyni ixtisas seçək. Deyirdi, yox, Azərbaycanın çox ehtiyacı var. Siz hərəniz ayrı-ayrı ixtisaslarda ixtisaslaşın ki, hərəniz Azərbaycanda bir sahənin fərqli sahələr inkişaf etsin, bəli. İbrahim Hoca həm həkim kimi, həm demək olar ki, bizim müəllimimiz kimi və Azərbaycanı sevən bir dünya səviyyəli bir alim kimi hər zaman biz həkimlərin yaddaşında qalacaq və onun qoymuş olduğu yol, tibb sahəsində göstərmiş olduğu yol hər zaman bizə mayaq kimi yol göstərəcəkdir. Valideynlərimizdən sonra hər halda bizim həyatımıza ən böyük təsiri olan insan olubdur. Mən bunu mübaliğəsiz şəkildə deyə bilərəm. Amma onun ixtisası başqaydı. O Bəli. sizin yəqin ki, müəlliminiz olmayıb. Bilavasitə müəllimim olmayıb. İbrahim Hoca mənim üçün əsl müəllim olubdu, əsl yol göstərici olubdu. Sadəcə, təbii ki, ürək-damar cərrahiyyəsi mənim fərqli bir ixtisasdır, amma İbrahim Hocanı yaxından tanısaydınız, sadəcə o plastik və rekonstruktiv cərrahiyyə üzrə professor deyildi. O, çox mükəmməl bir insan idi, kamil bir müəllim idi və həqiqi bir Azərbaycan türkü idi. Və bizim də, şəxsən mənim həyatda həm həkim kimi, ondan da daha vacib olan insan kimi formalaşmağımda İbrahim Yıldırım Hoca çox böyük təsiri olubdu və mən özümü şanslı hesab edirəm ki, həyatda İbrahim Yıldırım kimi bir insanla qarşılaşmışam və mənim həm həkim kimi, həm insan kimi formalaşmağımda onun rolu danılmazdır. Evinde çok güzel ağırlamış Azerbaycanlı dostlarıma teşekkür etmek istiyorum. Qohumlarıma teşekkür etmek istiyorum. Azerbaycan'ın dağına, taşına teşekkür etmek istiyorum. Azerbaycan çok güzel bir ülke. Dünya Azərbaycanlılarının proqramı olan Vətən Uzaqda Deyil proqramı bugün efirdə işini başa çatdırdı. Biz dünyanın müxtəlif ölkələrində çəkilişlər aparır, dünya Azərbaycanlılarını sizə daha yaxından tanıdırıq. Yeni ölkələrdə, yeni proqramlarda görüşənə qədər.